Əziz dostlar, sizə bir başıma gələn Almatada gözəl bir şeyi danışmaq istəyirəm. Ben taksi ilə indi gəldim. Yolda dedim ki, mən filan yerə qədər neçə apararsınız Meadow-ya. Dedim 1000 tenge apararıq. Gəlmişəm burada indi düşürəm. Deyirəm ki, çıxadıram pul verməyə. Görün ki, pullarım da var da. Deyir 500 versən bəsdir, yetərdir, kifayət eləyər. Yəni bilmirəm bunu hər yerdə, bizdə ya başqa yerdə ümumiyyətlə belə şeylər olur olmur, amma həqiqətən də belə bir şey məni çox sevindirir ki, yəni bizim qardaşlarımız, dostlarımız bax belə bir gözəlliklər var. Deyir ki, 1000-ə danışmışıq, ha görür də pulum var yəni. Amma deyir ki, 500 ver bəsdir. Yəni bu gözəllik ancaq yəqin ki bizə məxsusdur, türkə məxsusdur, müsəlmana məxsusdur. Eşq olsun Qazaxıstana. Rəhmət qardaş, təşəkkür edirəm sənə. Adın nədir sənin? Quvandıq adım. Quvandıq adı. Quvandıq. Maşallah. Təşəkkür edirəm. Yaşasın Qazaxıstan. Yaşasın Kazakistan, Azerbaycan bavurlarıma canım səlim. Ay maşallah. Kazakistan'dan, Şımbulak'tan. Eşq olsun. Yaşasın Qazaxıstan. Yaşasın Turan.